Dövlət İmtahan Mərkəzi Azərbaycanın həyatında çox böyük rol oynayan dövlət qurumlarından biridir. Kütləvi şəkildə keçirilən imtahanların keyfiyyətindən böyük şey asılıdır və artıq uzun illərdir bu qurum öz işi ilə, öz fəaliyyəti ilə, çox böyük məsuliyyətlə bu böyük vəzifənin öhdəsindən gəlir. Qurum öz işini təkmilləşdirir, yeniləşdirir, informasiya texnologiyalarından çox geniş istifadə edərək, çox dərin istifadə edərək, tam obyektivliyi, tam şəffaflığı, eyni zamanda qiymətləndirmənin keyfiyyətini təmin edir. Qurumun bu fəaliyyətdə böyük təcrübəsi var. Baxmayaraq ki, biz bugün 10 illiyini qeyd edirik, amma əslində bu təcrübə hələ 90-cı illərdən başlanıb. Qurumun rəhbəri, hörmətli Məleykə xanım Abbaszadə artıq 30 ildən çoxdur mərkəzləşdirilmiş imtahanların keçirilməsi prosesində iştirak edir və onlara rəhbərlik edir. Bugün biz Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi bir çox statistik məlumatlardan istifadə edirik. Əvvəla universitetdə qəbulun proqnozlaşdırılması, planlaşdırılması ilə bağlı. Digər tərəfdən universitetlərdə, məsələn bizim universitetdə keçirilən mərkəzləşmiş imtahanlarla bağlı bu qurumun təcrübəsindən istifadə etməyə çalışırıq. Çox gözəl bir kollektiv toplaşıb qurumda, çox təcrübəli, çox intellektual səviyyəsi yüksək olan mütəxəssislər birləşib və onlara rəhbərlik edən Məleykə xanım Abbaszadə bu qurumun işini həmişə çox yüksək səviyyədə saxlamağa nail olur. Bizim imtahan mərkəzinin təcrübəsi tək Azərbaycanda yox, Azərbaycandan kənarda da məlumdur, yüksək qiymətləndirilir və bir müsbət təcrübə kimi bir çoxları tərəfindən götürülür. Mən Məleykə xanım Abbaszadənin rəhbərliyi ilə bütün qurumun kollektivinə böyük uğurlar arzulayıram. İşlərinin bundan da sonra yüksələn xətlə getməsini arzulayıram və özlərinə, qurumun üzvlərinə can sağlığı işlərində böyük uğurlar.